Birisi balıq sudan düşməsə deyə bilməz suyun qədrini mənədir. Bizim bu vətəndaşlarımız gedib 10 il, 40 il mənim kimi dışarıda Britaniya kimi soğuk yerdə yaşasa, bilək Azərbaycanın qədrinə mənədir. Bəli. Qulamızda müəllim, siz Cənubi Azərbaycandansınız. Bəli. Mən istəyərdim ki, siz öz vətəniniz haqqında, doğulduğunuz yer haqqında, uşaqlıq həyatınız haqqında da danışardınız. Mən gözəl şəhərdə doğulmuşam. Ora bizim ana şəhrimizdir, Azərbaycanın Təbriz şəhərində. Qoymuş ki, öz dilimdə təhsil eləyəm. Mən küsmüşəm, məktəbə getməmişəm. 19-20 yaşlarında İranı tərk eləyəm, gedəm Böyük Britaniya. Dərsimi Londonda King's College'də qutardım. Sonra doktoraya birinci tələbə çıxaraq yolladılar Edinburgh Üniversitesinə. 30 il mən Edinburgh'da üniversitenin professoru olmuşam, dərs demişəm. 1965-dən ta 95-əcən. Adam ki, özü həyatını düzəldir. Adam birisi, mən etiqadım var ki, kişidir ki, xanıma xanımlıq verər. Və xanımdır ki, kişiyə qanat olar. Təbriz çox gözəl. Təbrizin gözəlliyindən danışaq. Təbriz, inan ki, çox gözəldir. Mən onu deyərəm, Təbrizin baharı gəlinə bənzər. Mənim istirma şeirim var. Onun dağları, nəzrəhləri müxtəlif. Eynalı dağı var ki, həmişə qızıl kimi yanır. Gün kimi işıqlıdır. Ondan sonra baxsız səhəndə, səhəndin rəngi mavi, gözəl rəngi var. Havası, yeməyi, meyvəsi. Təbriz gözəl bir şəhərdir. Təbrizin insanları da, xalqımız da çox qəhrəman millətdir. Elə doğrudan da Səttarxanımız ki, bir dənə tərsanına Tehranın qabağında durdu 1995-də. Onu təqribən bir il tamam ac saxladılar. Oranı mühafizə edirlər. Su da qoyun. Madla gəlsin, amma özünü idarə elədi. Bizim xalqımız orada çox həmildir, çox səbirlidir. Yəni Azərbaycan ümumiyyətdə, Azərbaycan xalqını mən istəmirəm göyə götürəm, amma bizlərdə Azərbaycanda bir nubuq var, bir dahillik var ki, o ayrı yerlərdə mən görməmişəm. Bilirsiniz, Cünub Azərbaycan tək Təbrizdə, Güney Azərbaycan ta gedib Tehrana. Təbrizin Tehranın özündə 7 milyon Azərbaycanlı var. Bəli, var. Cünubda Qaşqaylar türkdülər, İran'da türkdülər. Bizim türkümüz ən az çoxu bizim 30 milyon, 35 milyon türkümüz var İran'da. Yəni həmişə indi Təbrizi paytaxt görüblər. Təbriz böyük şəhərdir, Təbrizdə böyük qəhrəmanlar çıxır. Bizim demək olar ki, iki bacı, həmişə mən deyirəm, bir Bakıdır, bir də Təbrizlər, iki bacıdırlar. Hafiz-i Şirazi deyirlər, Hafiz-i Şirazi. Hafiz də həqiqətdə türküdür, türk-i Şirazi idi. Türk-i Qəşqaidir. Hafiz çox fəlsəfi yazanıdır. Özüdür ki, insan özü özündə Allahı görə bilər. Bəli. Bizlərdə pislıq da və yaxşılıq da yaşırır. Əgər biz yaxşılıq eləsək, həmişə Allah bizimlədir. Onun üçün bunlar məndə təsir edir. Nizamının yəni fəlsəfəsi, Füzulunun eşqi, öz vətəninə, öz dilinə, eşq quduran bir şeydə, eşq həmişə yaradandır, əbədidir. Şeiri, onu nəyin ki, məsələn, oturam elə şeir, özmən istəməmişəm həmişə şair olan. Amma şeir demişəm ki, dərdimi deyə biləm. Çünki insan öz ana dilində yazmasa, heç vaxt dərdini deyəməz. Bəlkə adamın ana dilini adamdan alırlar. Yəni dünyayı maddini alırlar. Bir dənə millət özünə hörmət eləsə, özbüsü millətlər də, dövlətlər də hörmət elərlər. Bilirsiniz, haqqı biz olurlar, biz özümüzü dünyaya tanışdırmırıq. Onlar zalim olaraq bir-birlə cinayət eləyirlər, özlərini məzlum göstərirlər. Bu təəccüblüdür mənim üçün. Bəs o nədən irəli gəldi? Ona biz eləməmişik. Mən həmişə özümüzdən görürəm. Rusiya kanallarında bu ermənilərin öz soyqırımların gördünüz ki, necə göstərirdilər. Hətta o barədə filmlər gedirdi Rusiya kanallarında. Ondan sonra özlərində bütün dünyaya tanışdırırlar. Bu nədən irəli gəlir? Məsəl üçün, haqq bizimlədir. Bizik. Amma onlar nahaq olurlar. Özlərinin hər yerdə göstərirlər və yazdıq forma şəklində göstərirlər. Yazdıq. Bunlarda bir sırtıqlıq var ki, mən istəmirəm ifade etməkdən. Bir dənə odur ki, hər yerə üzərini qoyub, soxullar, gedirlər, üzlü, çox özlərində üzlü adamlardılar. Və ikincisi budur ki, Hristiyan dünyası qəbul eləməyək, ermənilər tutur. Çünki Hristiyansdırlar. Amma biz müsəlman məmləkətləriz. Müsəlman olaraq, görürük müsəlman, ya belə ad aparan, görürük ki, İrandan Ermənistana köməklik gedir.
Biz özümüz işləməmişik, özümüz eləməmişik. Mən özümüzü müqəssir bilib. Amma indi cavanlarımız ki, gəlib tazadan əlsiyə, bu cavanlarımız çox fəaldırlar. Həm güneylisi, həm quzeylisi. Bizim o almış yerləri ki, işğal eləmişik, gəl onlar sülh ilə çıxadır. Çünki sıxmasaq, orada 8 milyon dəyər. Orada 50 milyondan çox Azərbaycançıdır. Mən özü bir Təbriz olaraq lazım olsa bu sinirdə gedib orada mən dava eləmə hazırım. Ondan sonra Qarabağlarındansa Qarabağda biz durmayacaq. Gələcək İrəvan şəhərinin alacı yox. İrəvan şəhər həmişə bizimki olubdur. Külərinki olub. Həmişə biz də yazıqlıq göstərmişik. Həmişə yaxşı evləri həm Təbrizdə, Bakıda, hər yerdə sizə vermişik. Amma siz yazıdan çıxartmışsınız ki, neynəz 1905-də, 1918-də, Salmasda, Urmiyyədə, Təbrizdə, Şamaxada, Bakıda nə cinayətləri əl vermişsiniz. Mən əgər təklif elədim ki, əvvəldə bunlara icazə vermədən kisələrə bizim yerlərimizi tutalar. İlkəş Zəngəzuru da tutaydıq, o yolu da tutaydıq ki, Nəxçıvana bağlayaydıq. Bunlar hamısı gəl olaydı. Təəssüflər olsun ki, Heydər Əliyevlər onda yoxmuşlar. Əgər bu işləri eləsəydik, biz onları indi rahat olmuşduq. Çünki Erməninin bir psikolojisi var ki, əgər şillət asla 3 dənə vurmasan, o sənət mütəcavüz olacaq. Siz deməli professorsınuz, ədəbiyyatşünassınız, psixoloqsunuz, həm də şeir yazırsınız, şairsiniz. Bax, bu sənətlərdə hansı daha sizə yaxındır? Valla deyirlər ki, sən uşaqlarımın hangisini sevirsən, mən deyirəm hamısını. Bu məmləkətdə o qədər tanınmamış insanlar var ki, o qədər bilən adamlar var ki, quşələrdə qalıblar. Böyük alimlərimiz oradakı xaricdə indi var. Məsələn, burada ata-anaları, bunların cəddiləri, bunların nəcadları buradadırlar. Bəli. Mən istəmirəm ki, nəcadı azad eləyəm. Amma Azərbaycanın istedadlı xalqı var. Bəli. Ey anam, ey kəş olaydın bir deniz, üzəydilər balıqlar ürəyində. Ya olaydın bir ölkə, açsaydilər güllər sinəndə. Ya heç olmasa olaydın bir oğuş toxtaq, axşam qoyun, quzu, dağdan, daşdan kəndimizə gəlirsən. Üzərimdən geçir anam, evimə gəlirdilər anam. Bunu mən 16 yaşında demişdim. O zaman bir aramış adamlarda görürdüm, bir qənilik görürdüm, bolluq görürdüm. Bunlarda pul sevməklə, dolar zat adım mən geçmirdim. Amma indi gələndən sonra bir adamlarda nigeranlıq görürəm. Adamda maaşlarına nisbət, həyatlarına nisbət nigeranlıq görürəm. Bir də çoxlu sərvətləniblər, çoxlu pullanıblar, bir də kasıblanıblar. O zaman mən görmürdüm o varlı kasıb təbəqələrin görmürdüm. Təbəqələr də bu çala-çuxur dəyərdi. Bir belə binalar gedir göyə, onun yanında heç baxmır qabağına ki, mənim çiçiyə də bir baxımda, bir belə maya qoymuşam bu binaya, mən çiçəmi də düzəldim. Bu, özün milləti düşünməmək indi çox olubdur. Onda mən gördüm, xalqı çox düşünürlər. Bir-birini çox düşünürük. Psikoloji bir şey olub ki, zəifə o qədər əhəmiyyət vermirlər. Hamı deyibə, pul qüdrətdədir, qüdrət puldadır, o cür dəyir. Doğrudan təsdiq elədim ki, Allah ondan da çox eləsin. Bu pullarımız, gətirini pullarını qoysunlar zavota, iş gətirsinlər, işçimiz çox olsun, adamların çörəyi olsun. Biz yalnız o dəftərimi vətənimə xidmət eləməklə sağaldıram, toxatdıram. Mən ta ömrüm var, ta nəfəsim var, mən vətənimə xidmət eləyəm, xidmətkaram və vətənimə fədakarım, mən vətənpərəstəm və buna da fəxr edirəm. Mən tənqidi sevirəm. Mən istəyirəm ki, bir adam mənə dost olsa, tənqid gözündən baxsın. Rəhmətli Heydər Əliyevin bir adəti var ki, o tənqidi dostluqda qəbul edir. Yadıma gəldi, Londonda gəldi, getdik ikimiz Chatham House-a. Yetişmək həmin rəhmətli Heydər Əliyev gəldi, o xaritanı saldı, ağacı göstərənə deyir, mən sizə göstərəcəm ki, Azərbaycan hardadır, Qarabağ hardadır və bizim yerlərimizi nəzir tutuldular. Yəni, müəllim o ki, harada oturur, harada düşür, gəl müəllimliğini əncam verir. Vətənə xidmət edir. Mən bir siz Prezident Heydər Əliyevi nəyinki istəyirəm? Nəyinki mənə xidmət bir şey edir? Yox. Ondan istəyirəm ki, mənim millət xalqımın, mənim məmləkətimin istiqlalında böyük rol olunubdur. Və o uğurlu da oğluna arzu edirəm ki, bunun dövrəsinə gəl köməkli elə. Bunun boğundan tutarlar. Və bu fəsad, nə mən olsa, bu rüşvətxarlıq, korrupsiyon aradan gedə burada. Biz eşitli tanırıq bundan. Ən gözəl şirin bu ki, vətənə xidmət eləməkdir.
Xoşbəxt odur ki, sevər. Mənim xoşbəxtliyim odur ki, mən vətənimi sevirəm.